Next one. Next? Next roundabout right. Okay. Bir də özdən çalışın, bir boçkası gətirin. Bir boçka yox, bir boçka azdır, 2 boçka da. Üstüdə bu qədər biləkəni qatmaq da. Ürək istəyir, ay balam. Abu Dhabi vlogundan hamıyı salamlayıram. Biz indi oteldən çıxdıq. Otelimiz bu binadır. Bina 16-cı mərtəbəsində qalırıq. İndi gedirəm Cornish Beach-ə. Abu Dhabi'nin ən tanınmış beachlərindən biridir. Binaların hündürlüyünə baxın. Düz mərkəzdə qalırıq. Binalar da çox gözəl tikiblər. Həqiqətən çox planlanmış şəhərdir. Çox. Hər şey planlıdır. Çünki baxan kimi hiss edirsən ki, sonradan heç nə fikirləşilməyib da. Çünki sonradan olsa binanın biri orada, biri burada olar. Amma burada hər şey plan üzrə gedib deyə hər şey inci kimidir. Binalar elə düzülüb ki, yəni santimetr söhbəti var. Məscidimiz də var. Yəni müsəlman ölkəsi olduğun həqiqətən bildirir. Dəhşətli dərəcədə bu informasiya da var. Çox güman ki, bu binanın informasiyasıdır. Dəhşətli dərəcədə çox məscid var. Mən əslində məscidləri sorğuluyurdum ki, niyə məscidlərin bir dənə gülləsi var? Sonradan özümü araşdırdım ki, yəni İslamda bir dənə olmağı vacib deyil də, yəni necə də olmaq. Əsas odur ki, oradan azan səsi verməyə olsun. Bir dənə də olar. Amma mən Azərbaycanda özümüzdə təbii ki, neçədən 2 dənə görürük də normal olaraq. 2 dənə, 3 dənə palmalar şəhərə çox gözəllik qatır həqiqətən. Baxın, palmalar barda verir hətta. Bar verir deyə barları yerə düşməsin deyə özləri belə bir şey eləyiblər. Çox qəşəngdir. Abu Dhabi'ni mən Dubaya görə çox bəyəndim. Həm istisi, bir dənə mənfi şey var ki, metrosu yoxdur Abu Dhabi'nin. Hər yerə avtobus, taksi gedir. Dubaydan fərqli olaraq bir dənə metrosu yoxdur. Amma sərindir Dubaya baxanda. Məsciddən danışırdım. Məscidlərin gülləsi bir dənədir çox yerdə. 90% yerdə. Sonradan maraqlandım ki, əhali az olan yerdə güllə bir dənə olur. Çox olan yerdə 2 dənə, 3 dənə. Yəni böyüklüyünə görə fərqlənir. İndi birazdan şeyə gedəcəyik. Buranın ən tanınmış məscidinə. Yəqin ki, hamınız bilirsiniz söhbət hardan gedir. Şeyx Zayed məscidindən. Bus station gözləmə şeyinə baxın. İçəri girək. Çox güman ki, içəridə kondisioner var. İçəri girin, baxın da. Kondisioner yoxdur. Amma Dubayda kondisioner. Baxın, burada. Bu nədir, mənə çox maraq oldu. Avtobus kimi bir şeydir, amma deyəsən inkişaf eləmiş. Türklər nə deyir buna? Tren deyirlər də. Amma yolu yoxdur. Özdə avtomatik sürücüsü idi deyəsən. Yolu özü çalışıb da gördüm. Gedirəm Cornish Beach-ə, buranı görünməli. Abu Dhabi çox da paytaxt Abu Dhabi'dir, amma necəsə Dubai paytaxt kimi qələmə veriblər. Çünki bütün turistlər üçün oraya hesablanıb da. Bura çox da yaxşı deyil, yəni görmək üçün. Yəni görməli yerləri çox azdır. Bir o məsciddir.
bir qəsr saraydı. Yəni 3-4 dənə yer var, çalışacağam oralara da gedim. İndi Pitsə gedirik, oradan 1-2 dənə yerə gedəcəm. Hələlik burada söndürüm, mən avtobusa mineyim, ora çatanda yenidən başlayacağam. Gəlib düşmüşəm indi Korniç çimərliklərində. Çox qəşəngdir. Yəni bizim çimərliklərdən seçilir. İndi yerə göstərəcəm sizə. Oh my god, ayaqqabı ilə gerək bura. Yer qumdu. Əsl Ərəbistan havası. Arkada gördüyünüz yerdə gedəcəyim də. Mən kamera çevirim yaxşı. Çox maraqlı çimərlikləri var. Saat tezdir. Aradasa 9-10'un yarısıdır. Elə ki adam yoxdur. Birazdan gələcəm mən bura saat 1-2 aralığı. Görək adam olacaq yoxsa yox. Olsa da girəcəm, olsuz olmasa da, çünki buradan bura gəlmişkən buranın dənizin dadına baxmaq lazım. Binalar dəhşət çoxdur. Ora gedək. Orada da mol var. Görək fərqli nələr var. Bununla getməyim, keçim. Keçim tərəfə. Dəhşət uzun binalar var. Hara gedirsən uzun bina, uzun bina. Bunlar seçilmək istəyirlər, yoxsa necə? Özdə insana bir sənə qəribə gəlir. Çox maraqlıdır. Əvvəl burada səhra olub da hər yer, bildiyin səhra. Yəni birdən-birə belə yüksəlməkdə çox maraqlıdır. Olmayıb birdən-birə belə eləyiblər. Buranın tarixin maraqlanmışam. Yəni əvvəl heç nə olub da, yəni sırf çöllük. Bu Zayed'in adını daşıyan, bunların demək olar ki, burada tanrı kimi qələmə verirlər də, yəni sıfırdan hər şey. Neft tapılıb. Tapılma ərəfədə himayəli eləyilmiş. Çox yaşıllıq buralara. Yəni ondan tarixdə çox bəhs eləyirlər ki, yəni nefti tapıb özü, yəni ev zad, özünə heç nə eləməyib də, yəni ancaq çalışıb ki, ölkəsini eləsin. Ölkəsi üçün çalışıb 100 il əvvəli fikirləşib dediklərinə görə elə qələmə verirlər. Yəni hər şey ona borcludular, ya ona ki, onun xatirəsinə belə bir məscid tikiblər. Yəni xatirəsi nerede yaşadılar, elə dəyərli bir insandılar üçün. Yəni, hər ölkənin olsa da belə bir insanı var. Tarixə keçən. Bunlarda da odur. Yəni qumun üstündən belə binaları, elə bura üçün azdır, yəni mərtəbəsi azdır. Mərkəzdə dəhşət hündür binalar var. Özdə çox. Mən özüm məsələn 16-cı mərtəbədə qalıram. Baxırsan ki, balaca binalardır. İndi New York'u fikirləşə bilmirəm. Mən New York necədir? İnşallah oranı gedib görmək qismət olar. National Tower. Buranın piyada keçidlərindən danışmaq istəyirəm. Piyada keçidləri əslində çox qəşəngdir. Yəni hündür eləyiblər, hər şeyə əməl var da, yəni çox, necə deyim, çox diqqətsizdirlər, hər şeyə diqqət yetiriblər. Amma piyada keçidlərinin işığı çox gec yanır. Ən aşağısı bir dənə piyada keçidində 1 dəqiqə yarım dayanmalısan ki, maşınlar dayansın. Görünüşü də çox qəşəngdir, çox müasirdir var. Velosiped yolu da var, insan yolu da var, avtobus yolu var. Hər şey, nə axtarsan var. Amma bir dənə isti var da. İsti var, mən də şortdan keçmişəm şalvara ki, məscidə gedəcəyim. Məsciddə şortla girişə icazə vermirlər. Ona görə dəhşət istidir.
Deməli gəlmişəm, memorial var burada, indi göstərəcəm. Burası bir də arxadakı binaya baxın. Bunu mən necə göstərim? Dəhşət hündürdür, dəhşət hündürlüyündədir. Belə şey yoxdur. Bu binalara baxın bir dənə, sonra buna baxın. Çox dəhşət. Belə şey yoxdur. İndi memorialda göstərəcəm. Yəni security yaxınlaşır. No video. Why? 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 Sir, no video. That's it. Okay, okay. Thank you. Qəsrə yaxınlaşıram indi. Prosta istədim buraları sizə göstəreyim. Yəni, çox gözəl qrupları, çox gözəl. Bilmirəm kamerada necə görünür, amma insan gözü ilə çox gözəldir. Dəhşət dərəcədə. Abu Dhabi Dubaydan yəni 1000 dəfə çəkicidir. Gözəl görünür, gözəl. Çox səliqəli qrupları, şəhər çox. İndi qəsrə yaxınlaşıram, görək girişə icazə verəcəklər. Dən bayraqlara baxın. Nə qədər düzüblər. Mən bunlarda bir şey fikir verdim özdə. Mən türkləri daha çox bayraqcanlı bilirdim. Amma bunlar daha çox bayraqlarını sevirlər. Yəni, hara baxırsan bayraqları tək belə rəsmi yerlərdə yox. Yəni hər yerdə var. Öz bayraqlarını sevirlər. Alığı nəzərə alsaq ki, daha çox burada yaşayanlar turistlərdir. Dubai 2023-cü ildə ən çox ziyarət olunan şəhər olub. Gözəl görüntüsü var. Bunun içində giriş var yoxsa yox? Onu bilmirəm. Yaxınlaşaq görək. Bizi kim qarşılayacaq burada? Binalara baxın, binalara. Kamera qaldıranda qolum ağrıyır, o dərəcə böyüklüyündədir. Oyda, bir dənə keçişə baxın burada. Vay, vay, vay. Gözəlliyi öz sözüm deyir. Bir dənə görək security yaxınlaşacaq bizə. Hello. Hello. It's free open? From next one. Next? Next roundabout right. Okay. Thank you. Çox qəşəngdir. İndi mən videonu saxlayım burada, bir də öz şəkillərimi çəkim. Gəlmişəm indi Emirates Palace otelin girişindəyəm. Çox böyük özelliği yoxdur əslində buranın, prosta yəni adi bildiyimiz oteldir, amma görünüşü çox qəşəngdir. İstərsən bura vacib hesab olunur. Yəni Abu Dhabi'də gəldinsə bura görməlisən. Çünki Abu Dhabi'də çox görməli yer yoxdur. Görməli yer yox deyəndə var ya əslində, prosta dən yaşıllığa baxın, çox gözəldir. İnsana qəribə gəlir, bu dərəcə istidə belə yaşıllığı qoruyub saxlamaq. Görürsünüz necə sulayırlar ki, yaşıllıq ölməsin. Çünki onun suyun kəssən solacaq. Mən özüm paltarım əynimdə yaş olur quruyur, sağ olsun. Yəni, o dərəcə dəhşətçisi var. Taksilərə baxın necə qəşəngdir. Otelin də görünüşü budur. Keyif ki, mən telefondan çəkirəm. Telefonla çəkəndə kameranı fırlamaq olmur özvə. İnşallah kamera lazım. Almağı düşünürəm, amma çox gözəl görünüşü var. Həqiqətən turistik bir bina kimi tikiblər bunu. Outlander. Yaxınlaşım içində giriş əslində var. Turistlər də var. İndi security gəlib yaxınlaşıb bununla videosu deməsə yaxşı. Vay, dəhşət susamışam, şəraitdən gedib su içmək istəyirəm. Bura gələndə məsləhətim odur ki, sizə vacib bir şey deyəcəkdim. Bura gələndə adaptör başlığı gətirin.
O böyle bir tane adaptör başlığı var. L deyirlər ya da C deyirlər. Yəni ondan lazımdır bura, yoxsa qalacaqsınız, zaryadkasız. Bir də özündən çalışın, bir boçka su gətirin. Bir boçka yox, bir boçka azdır, 2 boçka da. Yəni dəhşət istidir ya. Tərliysən, su içirsən, tərliysən, su içirsən. Öyle görünüşü çok qəşəngdir. Ha, kamera fırlayın özümə yapsın. Baxın bir dənə otelə. Otel değil, elə bir ki, müzeydir, müzey. Çox gözəl tikiblər bunu. Çox gözəl tikiblər deyəndə çox güman ki, turistlərə hesablanmış bir şeydir də, yəni. Turist çox çəkməkdən ötürü. Amma yaradıblar da, yəni haqqını danışmaq lazımdır. Abu Dhabi beğendim. I like Abu Dhabi. Bire göre bu otelin içinde ne var? Üstüde bu kadar bileşeni katmalı. Bire istiyor, ay balam. Oyda. Dəhşət. Buradan nasıl su akır? Dəli şeytan deyir bundan geç. Ama neyse. Neyse. Hiç maraqlı gəlmir əslində. Ama yine de baxaqda bura kimi gəlmiş. Elə fikirləşirəm ki, sekret yaxınlaşacaq, çəkmiş olmaz. Buradan gelen maşınlardan görürsən də ki, burada vəziyyət nədir? Burada şair nə demək istəyir? Nə demək istəyir burada şair bilinir də, yəni deyir içəri girmə. Sən iyi dur. Görürsünüz yəni işçilər bunlar deyirəm, hamısı xarici adamlar. İşçilər. Neyse, buraya girməyə mən